Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, İslam Peyğəmbəri buyurmuşdu: Ay cəmaat, sizlərdən hər kim bu ayda oruc olan bir nəfərə iftar verərsə, Allah Teala onun bu əməlinə mükafat olaraq bir qulu azad etmiş şəxsin savabını yazar. Eləcə də həmin şəxsin bütün keçmiş günahlarını bağışlayar. Sual etdilər: Ya Resulallah, axı bizim hamımızda iftar vermək imkanımız yoxdur. Həzrəti Resul-i Əkrəm buyurdu: Hətta bir xurma dənəsinin yarısı qədər olmuş olsa belə, o da tapılmazsa, bir içim su ehsan etməklə cəhənnəmin odunu özünüzdən uzaqlaşdırın. Bu barədə İmam Sadiq əleyhissalamdan da gözəl bir hədis var ki, həmin hədisdə Həzrət belə buyurubdu: Hər kim, hər hansı bir mömin Ramazan ayının gecələrinin birində digər mömin bir qardaşına iftar verərsə, Allah Teala bu adam üçün 30 qul azad etmiş şəxsin savabını yazar. Eləcə də onun bir duası Allah yanında qəbul olar inşallah. Yenə də digər bir hədisində İmam Sadiq əleyhissalam buyurur ki, Ramazan ayında bir nəfər sədəqə etsə, bir dəfə sədəqə etməklə Allah həmin şəxsdən 70 cür bəlanı uzaqlaşdırar. Əzizlərim, tarixçilərimizin qeyd etdiyinə əsasən İslam dini ilk əvvəlində, yəni təzə başladığı dövrlərdə İslam dininin inkişafına səbəb olan amillər 3 dənə olubdur. Birincisi, Həzrət Peyğəmbərimizin gözəl əxlaqı, helmi, xasiyyəti və mülayim davranışı. İkincisi isə Həzrəti Əli əleyhissalamın qolunun qüvvəti və əlindəki zülfüqar. Üçüncüsü isə İslam dinini ilk olaraq qəbul etmiş müsəlman xanım, Peyğəmbərin həyat yoldaşı sayılan xanım Fatimə-i Zəhranın anası və bugün vəfatını qeyd etdiyimiz xanım Xədicə salamullahi əleyhanın bitib tükənməz bilməyən var dövləti olubdur. Allah bu xanıma qəni-qəni rəhmət eləsin.